Pozisiya bağlanıb. Yəni bu pozisiya artıq mövcud deyil. Allah uzaq eləsin. Var, amma baxın sizə fiskalı göstərim. Danışmaqdan yoruldum. Uzun zamandır ki, YouTube-a video yerləşdirmirdim arkadaşlar. Hər birinizə salam. Ümid edirəm ki, çox yaxşısınız. Belə danışmağa əslində çox danışıram gündəlik öz-özümlə. Hər şey müzakirə edirəm özümlə. Amma bir video qarşısına keçərək, hətta videonu özüm görmürəm şu an arxa kamerada çəkdiyim üçün. Belə bu bilinməzliyə danışmaq biraz qəribə hiss elətdirir. Ona görə bir müddətdir video çəkmirdim. Həm də video çəkməyi, əslində mən kanalımda vlog tipli şeylər paylaşmağı, yəni başqa ölkələrə və s. gedib gəzib o tipdə şeylər paylaşmağı sevdiyim üçün bu tərzdə biraz məlumatlandırıcı tərzdə videolar çəkməyi dayandırmışdım. Amma son zamanlarda viza ilə və yaxud sənət-sünətlə bağlı paylaşdığım videolara çox əslində komment gəlir və Instagramda da izləyicilərim o şəkildə artırlar ki, məsələn YouTube kanalınızdan gördük, gəldik. Nəysə, başlığı intronu çox uzatmayacağam. Bugün sizlərlə danışacağım mövzu, hətta baxın qapıdan içəri indi girmişəm, bir 5 dəqiqə olar girdim, kameranı, mikrofonu yerləşdirdim, tez başladım. Niyə görə? Sənət-sünətlərim var yenə, bunları aldım, gəldim. İstəyirəm bu barədə biraz danışaq. Polşada iş həyatı, Polşada iş, bununla bağlı mənə yazıb soruşanlar var və son zamanlarda həyatım necə gedir? Bunu açıq-açıq, dürüstcə danışmaq istəyirəm, çünki YouTube izləyicilərimlə səmimi olmağı çox xoşlayıram. Ümumiyyətlə izləyicilərimlə səmimi olmağı xoşlayıram. Bu ayrı bir məsələ. Yəni sərhədində, müəyyən dərəcəsində səmimi olmaq hər zaman yaxşıdır. Bu yolu keçən biri olaraq istəyirəm ki, bu tərzdə videoları paylaşım və bu yolu keçmək istəyən insanlar, yəni belə videolar axtaranda rahatlıqla qarşılarına çıxsınlar və tapa bilsinlər. Polşada işlə bağlı bir çox video var. Gələk biraz da arxa tərəfinə, görünməyən tərəflərinə. Mən bura gələndə sizə demişdim ki, mən bu tərzdə videolar paylaşacağam sizinlə. Çünki mən bura gələndə o tərzdə məlumatlar tapmırdım. Deməli, İş həyatından birinci başlayaq, sonra sənət-sünət məsələlərini keçərik. Sənətlər haqqında da sağlıq sənətləri haqqında danışacağıq. Çünki burada demək olar ki, hər kəsin olması gərəkən sənətləridir və uzun proses çəkir. Biraz da maddi cəhətdən də, yəni pul aparan bir prosesdir. İlk öncə mən Qdanskda yaşayıram bildiyiniz kimi və mən Qdanskdakı iş həyatını danışmağı üstünlük tutacağam bu arada. Birinci bu qərarla başlayaq. Bildiyiniz üzrə 1 iyun tarixindən etibarən artıq Polşaya yeni gələn azərbaycanlılar oturum məsələlərinə görə bəzi müddəalar çıxdı. Hər kəs bir şey danışdı. Azərbaycanlılar iş tapmayacaq, tapa bilməyəcək tipində çox şeylər oldu. Mən də burada 6 ay iş tapa bilməyəndə mən də dedim ki, yəqin ki, artıq Azərbaycanlılara iş vermirlər. Amma bu belə deyil. Yəni çox böyüdüləcək tipdə də deyil. Burada tələbələr bəzən işçi oturumuna müraciət edirdilər, bəzən də işçilər tələbə oturumuna müraciət edirdilər. Yəni bu normal olaraq işçi təzədən burada magistr oxuya bilər məsələn. Və yaxud da ki, tələbə də iş tapdığı üçün işçi oturumuna müraciət edə bilərdi. Amma 1 iyundan etibarən artıq bu belə olmayacaq. Yəni tələbə yalnız tələbə oturumuna müraciət edib onun cavabını gözləyə bilər. İşçi də yalnız işçi oturumuna müraciət edib onun cavabını gözləyə bilər. Proses nə qədər çəkir desəz, mən 6 ayda oturum gözləyirəm. Yəni bu prosesin 5-6 ay, hətta 3 ay alan da var, nə bilim. Amma minimum 6-7 ay çəkir. 1 il yarıma qədər də çəkən Allah uzaq eləsin var, amma inşallah mənimki tez gələr. Görək hələ 6 ayda heç bir səs-səmir yoxdur, ancaq internetdə izləyə bilirik. Orada da yazılıb ki, analiz gedir. Yəni ən azından stavca baxılırdan sonra analiz gedir olubdu. Fikrimi çox yayındırmayım, çünki mən başqa şeydən daşındım, həmin başqa mövzuya da keçirəm. Deməli dedim ki, təzə qərar haqqında danışdıq. Bu qərar qalsın bir qırağa. Varşavada iş tərzinlə, iş həyatınla bağlı yəqin ki, müəyyən məlumatınız var və Varşava böyük şəhərdir, çoxlu şirkətlərin olduğu bir şəhərdir. İngilis dilində də danışan insanların və şirkətlərin çox olduğu bir yerdir. Ona görə Varşavada iş tapmaq asandır. Nisbətən, yəni Qdanska və digər şəhərlərə görə. Amma təbii ki, Varşavada da artıq rəqabət çox olduğu üçün orada da yaxşı şirkətlərə, yaxşı pozisiyalara, 5-6 il təcrübəsi olan insanların belə gözlədiyini eşidirəm. Burada biraz sistem fərqlidir arkadaşlar. Yəni necə? Məsələn, Azərbaycanda CV-ləri göndərir, HR-lar direkt baxırlar, cavab verirlər və ya vermirlər tipində olur. Burada daha çox kompüterdən keçir CV-niz. Yəni CV kompüterə birinci gedir, biraz şans, bəxt məsələsi olur. Tək mənim CV-m getmir, görə 1000, 2000, 3000 nəfərin CV-si gedir və oradan seçilir 10 dənə, 5 dənə belə seçilir və onlardan sonra ikinci mərhələyə dəvət olunur.
Bir də burada iş prosesi Azərbaycankindən biraz qəlizdir. Azərbaycanda işə intervyuya çağırırlar və ya maksimum yaxşı işlərdə test mərhələsi və s. olur, işə götürürlər, sonra və ya götürmürlər. Amma burada hardasa bir 4 mərhələdən ən azından keçirik. Bəzi işlər var ki, mən məsələn ən son ofis işində CV-m yoxlanışdan keçmişdi. Məni intervyuya çağırmışlar. 15 dəqiqəlik sadəcə tanış olma intervyusu oldu. Heç sual falan çox vermədilər. Özünü təqdim elə və s. tipində. Ondan sonra başqa bir intervyu oldu. Sual-cavab elədilər. Ondan sonra da yazılı bir tipində bir şey göndərdilər kompüterdən. Esse, ingilis dilimi ölçmək məqsədi ilə təsəvvür eləyin. Customer service işi idi bu arada. Yəni ingilis dilində idi. Ona görə ingilis dilini ölçmək üçün mətnlər və s. IELTS imtahanında hiss edirdim özümü. Kompüterdə oldu bu sadəcə. Belə bir şey keçdi. Bir aydan sonra yazdılar ki, məsələn, unfortunately sizi qəbul edə bilməyəcəyik. Yəni pozisiya doldu, nəsə bir şey gəldi. Bəzi işlərdən isə Gdanskda mən artıq neçə ayda 6-7 ayda buradayam da arkadaşlar. Hardasa bir ilə yaxın olacaq yayda yox, oktyabrda olacaq. 6-7 ayda buradayam. 4-5 ay bundan əvvəl müraciət elədiyim işlərdən hələ indi mənim mailimə reject gəlir və yaxud da ki, bir sizdən maili gəlir, ən çox yaxınlaşan, hansı ki LinkedIn-dən başvurduğum işlərdən gəlir tez-tez bu. Pozisiya bağlanıb. Yəni bu pozisiya artıq mövcud deyil. Başa düşmürəm. Yəni pozisiya mövcud deyilsə, niyə bizi ümidləndirirsiniz? Niyə bizi 4 ay gözlədirsiniz tipində? 4 aya sən cavab verənə qədər bəlkə mən başqa işə qəbul oldum artıq. Nəysə özləri itirərlər. Mən buraya ilk gələndə Azərbaycandakı işimdən də təzə çıxmışdım. 2 ay falan olardı çıxmışdım. Nəysə bura gələndə dedim ki, okey, bir dinlənmə zamanıdır. Çünki mən 2-3 ildir ard-arda yay, qış demədən çalışıram. Həmişə dilə gətirir ki, mən yayda işə girirəm. Yayda dincəlmək əvəzinə mənə nəsə təzə bir fürsət çıxırdı və s. Qaçırtmaq da istəmirdim ki, eybi yoxdur. Təcrübə də olsa qoy 2-3 təcrübə qazanım, sonra işə girərəm, belə olar, elə olar tipində. Və istədim ki, biraz dincəlim yaxşı. Gələndən sonra bura 1-2 ay dərsimə, universitetimə və s. belə fikir verdim. Sonra dedim ki, yox, mən bir iş axtarmağa başlayım. Çünki maddiyyatı ailəmdən dəstək alıram. Buna da öyrəşməmişəm əslində. Çünki 2-3 il artıq siz özünüz qazanıb öz pulunuzu qazanırsınızsa və bununla maddiyyatınızı, yəni necə deyim, xərclərinizi bununla eləyirsinizsə, bir müddətdən sonra ailədən pul istəmək, təbii ki, mən maaş alanda da ailəmdən bəzən pul istəyirdim, o bəzən çatmır. Çünki nəyə çatsın ki? Ayda 500-600 manat qazananda nəyə çatsın ki? Amma indi baxmayın da, bir müddət özünün pulun var, kofe almağa və s. və s. İndi burada da hər şeyə görə istərsəməz həftəlik, yəni istər-istəməz bir 100-200 manat pulun çıxır. Necə? Yəni həftəlik 100 manat deyək lap. Yeməyə, çörə çıxmaq istəyirsən, bir kofe almaq istəyirsən özünə, ya da nə bilim dərsə gedəndə və s. Xeroxlar çıxartmağa və yaxud da ki, dediyim kimi, oturum üçün kağız-küğüz yığmağa sənət üçün də pul gedir, sağlamlıq arayışına nə qədər pul gedir və s. tipində və hər dəfə də ailədən pul istəmək artıq insanı yorur. Məni yəni mental olaraq çox yorur, çünki mən empati çox quran birisiyəm və ailəmdən dəqiqədə pul istəmək mən yəni heç bu düşüncədə olan biri deyiləm. Ona görə şükürlər olsun ki, özüm daim çalışmışam ki, yəni kimdəsə möhtac olmayaq bir növ əslində. Bu məncə hamı üçün keçərli olmalıdır, hamı bunu düşünməlidir. Çünki ailəmiz, yəni o cəhətdən Avropalılara, bəzən ruslara çox belə şey baxıram ki, halaldır. Yəni 18 yaşından sonra övladlarına deyirlər, gözün çalış, özün üçün qazan. Yəni mən sənə yəni pul təmin eləmək məcburiyyətində deyiləm tipində övladlarına danışırlar və övladlar erkən yaşda məsuliyyət götürür öz üzərlərinə. Nəysə, çox uzatmadan deyim, nə qədər uzada bilərsən ki. Dedim ki, iş axtarmağın vaxtıdır. Başladım işte axtarışlarına, dostlarımdan soruşdum və s. ki, bəs necə işlərə müraciət edeyim? Çoxu customer service-dir. Gdanskda da məşhur olan 2 dənə şirkət var. Biri Baku deyirəm, State, nə bilim nə. Şirkətin adı yadımdan çıxdı. Nəsə State-lə olan bir şirkət var. Bir o deyirlər ki, çox işçi qəbul edən şirkətdir. Bir də Foundover, yəni burada çox adamın bildiyi bir şirkətdir, customer service-dir. Mən çoxundan soruşanda deyirdi ki, mən qrup yoldaşım da var idi və yaxud burada dostum da var, o da Foundover-də işləyirlər və s. Ora müraciət elədim. Bu dediyim 4 mərhələli şey hələ oradan keçdi. 2-3 ay heç bir cavab gəlmədi. Hətta məni refer elədilər. Referdən də heç bir cavab gəlmədi. Daha sonra LinkedIn-də, nə bilim, burada iş saytları var, Prasa, Prasuj.pl. Onların hamısında Prasuj.pl. Onların hamısında başvurular edirdim və s. Yəni ya reject gəlirdi, ya da ki, dediyim kimi pozisiya bağlanıb və ya heç cavab gəlmirdi. Ona görə 3-4 ay belə keçdi. Bilmirəm, bura maraqlanmaq. Başladım McDonald's-dan maraqlanmağa. Çünki mən belə şeyə pis baxmıram.
Xarici ölkədəyik. Mən bilirdim ki, mən bura gələndə sıfırdan, hətta mənfidən başlayacağam. Yəni bəzi insanlar bu barədə şey eləyir. Hətta mən kuryerliklə də maraqlandım məsələn. Çünki mən belə şeylərə pis baxmıram. Yəni insan özü çalışıb çabalamalıdır da. Yəni məni burada kim qaldıracaq ki? Mən özüm çalışıb bu yerləri, mərhələləri keçməliyəm və belə bir tərzdə əslində çox insan görmüşəm. Gəlib də belə işlərdən də olsa başlayırlar. Bu özü də pis iş deyil. Burada inans illərlə bu sahədə işləyənlər var. Dedim ki, eybi yoxdur, belə food sektorundan başlayım və yaxud da kuryerlik də olsa ondan başlayım. Kuryerliklə maraqlananda çox temalar çıxdı. Velosipedi özün kirayə eləməlisən. Velosipetin də həftəlik kirayəsi 200-300 zlot idi və çanta almalısan. Paltarın lazım olsa onu almalısan. Hava soyuqsa, yağış yağırsa, məsələn, yağmurluq almalısan. Tipində belə şeylər çıxdı. Bunların hamısına elə 500-600 zlot pul qoyub özün şeyini almalısan, elə başlamalısan hələ qazanmağa pul. O da heç sərf eləmirdi. Yəni qazandığın pulun yarısını artıq həftəlik velosipedə verirsən. Velosipedəki dedim kimi qazandığın pulda əgər sifariş gəlsə və s. günə 7-8 saat, 10 saat dayanmadan çalışsan 150-200 zlot maksimum gələr. O da inan çox-çox çətindir. Mənim burada çalışan dostlarım var. İnsanı çox yorur. Hə, yəni ki, sonra başladım McDonald's-la maraqlanmağa. İş görüşməsinə dəvət olundum, getdim. McDonald's-da belə bir şey var idi. Həftə sonları işləyə bilərsən, yəni 6 bazar ancaq məsələn. Dedim, okey, amma maaşı da yəni yaxşı idi. Buradakı mühiti və maaşı müqayisə eləsəm Azərbaycanda McDonald's-da bilmirəm nə qədər qazanılır, amma yəqin ki 300-500 manat arası olar, bəlkə də çox olar, bilmirəm. Burada yəni cidden maaşlar yaxşıdır. Yəni 1000 manata, 1200 manata qədər də çıxa bilər maaşlar. Tam dəqiq bilmirəm. Yəni insan saatından asılıdır. Burada çünki saat başı verilir maaş. Nəysə, yəni McDonald's belə pis baxır. Bəzi insanlar pis baxır ki, elə işləyirlər falan filan, amma cidden yəni pis deyil. Dedilər ki, sağlamlıq arayışınız varmı? Medical sertifikat. Dedim, yox, amma eləyərik də. Dedi ki, yox, gözləmirik. Biz gözləyək 2 həftə, 3 həftə sən onu. Çünki analiz verirsiniz və analizin 2 həftə çıxmağını gözləməlisiniz. Sonra da həkimə gedirsiniz, sertifikat alırsınız. Dedilər ki, biz onu gözləyək 2 həftədən sonra və s. Mən də o 2 həftə çox uzun gəldi. Dedim ki, mənə indilərdə lazımdır da. Mən təcili işə girməliyəm tipində. Nəysə, sonra cavab vermədilər. Kaş mən elə həmin ərəfədə analizi verərdim. Cidden o cəhətdən çox ağılsızlıq elədim. Çünki 6-7 ay keçib mən elə analizimi indi verirəm. Vur havurda, son məqamda. Bəzən mənim işlərim elə olur, son məqamda edirəm. Anyways, bu belə getdi. Sonra McDonald's-ların hamısına başvurmağa yenidən başladım. Fərqli-fərqli filiallarına cavablar gəlmədi. Amma mən həmişə dua edirəm ki, nə xeyirlisidirsə o olsun. Xeyirlisidirsə o olsun cidden. Və sonra çox insanlardan eşitdim. Qrup yoldaşım da yaxından, yəni özü işləməyə başlamışdı. Dedi ki, 1 aydan sonra işdən çıxıram. Niyə çıxırsan? Dedi ki, çox çətindir. Çünki grill tərəfdə və s. çox isti olur, çox işlədirlər. Menecer çox toksikdir və s. və s. Yəni burada da toksik mühit var arkadaşlar. Yəni o cəhətdən biraz çox da şey deyə bilməyəcəm ki, burada iş şəraiti müthişdir. Yox, müthiş olan yerlər də var, amma çox yerdə və bəzi yerlərdə yəni sağlam mentalitetdə olmayan menecerlər, müdirlər biraz toksik mühit yaradırlar. Ona görə McDonald's-dan da vazgeçdim. Sonra başqa bir food sektorunda işə başvurdum və sağ olsunlar, qəbul elədilər. Və mənə dedilər ki, biz medikal sertifikatı gözləyə bilərik. Sən filan sənədlərini ver və biz səni gözləyək elə. Çox-çox sağ olsunlar, şükürlər olsun ki, gözlədilər və mən təcili tez getdim analiz verməyə. İndi gələk sertifikat işlərinə, sağlamlıq arayışı işlərinə. Çünki bu sizə çox lazım olacaq. Məndən sizə məsləhət, əgər bura gəlmisinizsə, təzə gəlirsinizsə, nə bilim burdasınızsa, food sektorunda təzə işləməyə başlayırsınızsa, sağlamlıq arayışı mütləq lazımdır. Çünki insanların hər biri burada qida sektorunda çalışdığı üçün sağlam insan çalışmalıdır ki, yeməyə və s. qidaya hər hansı bir xəstəlik və s. keçirməsinlər. Bu testin adı adlanır əslində salmonella testi və bu bir növ bağırsaqlarda qurd kimi bir şey. Yəni yoxlayırlar da, qurd özü salmonella çox pis bir qurddur və bakteriyadır. Onu yoxlayırlar. Onun üçün 3 dənə stil testi hazırlayıb, bunu gedib aptekdən və yaxud qablar var xüsusi, aptekdən ala bilirsiniz və yaxud da ki laboratoriyaya yanaşırsınız və laboratoriya sizə hazır belə qablar verir. O qabları verdikdən sonra 3 gün ayrı-ayrının stilini eləyirsiniz. Bu detalları da verirəm, bilmirəm, belə bu sizin üçün qəribədir yoxsa yox. Mənim üçün belə şeylər professionaldır. Yəni bunu hər kəs eləyirsə niyə də deməyək. Anyways, bu analizi verirsiniz. Verdikdən sonra baxın sizə fiskalı göstərim. 200 zlot. 200 zlot ödədim bunun üçün. 100 manata yaxın hardasa. 3 dənə nədir bir stil testindən ötürü. Nəysə. Bunu verdim. Bu dedi ki 2 həftə gözlə. Amma mənə bəzi yerlər demişdi ki,
getdim, epidemiya sanitar ə, xəstəxanaları var. Orada 2-4 günə çıxır cavab. Amma onların hansına zəng elədim, hansına şey elədim. Bura get, bu nömrəyə zəng elə, bu nömrəyə zəng elə. Harca 10 nömrəyə zəng elətdirdikləri üçün dedim, əşi, yəni gedim eybi yoxdur, özəl laboratoriyada verim. Nəysə, bundan sonra bunu 2 həftə gözlədim. Elə bu gün səhər getdim bunu götürdüm. Bu arada burada QR kodu var. Bu QR kodu internetdə oxutmaqla da analizimin cavablarını görürdüm. 2-3 gün bundan əvvəl çıxmışdı. Və bunu götürdüm, mənim işimin yönləndirdiyi bir xəstəxana vardı. Ora getdim, orada mail adresləri vardı, onlara yazdım. Onlar mənə həkimlə rezervasiya ayırtdılar. Bu da nəticəmdir. Burada 3 dənə nəticənin də QR kodu var ki, girib baxmaq olar. Negativ çıxıb test. Yəni yaxşıdır. Və bu gün həkimlə getdim, görüşdüm. Həkimdəki sənədlərdə PESEL kodum və s. var, onu çox göstərmək istəmirəm, amma həkim də möhrünü vurdu və s. Artıq bu mənim sertifikatımdır və bunun üçün də 120 zlot yeni ödəniş elədim həkimlə görüşə girdiyim üçün. Biraz təbii ki, xəstəxanalar burada bilirsiniz də. Bahadır. Amma nəysə, iş üçün lazımdır, neyiniyək də. Bir də var, canım qutardı da. Burada da nə medical sertifikat istəsələr varımızdır, verərik. Yəni belə. Bu da belə. Uzun sözün qısası, bütün hamısını cəmləşdirsək olsaq əgər, sağlamlıq sertifikatı üçün 300 zlota yaxın xərcim çıxdı. Bu ayrı. Medical sertifikat burada food sektorlarında lazım olur. Amma bəzi bəlkə də özəl sektor var ki, işə girəndə ofis işi belə olsa, girəndə medical sertifikat istəyə bilirlər. Necə ki, HR sənin pasportunu və s. sənədlərini istəyir, bunu da istəyir. Ona görə bu olmaq yaxşı bir şeydir bunun. Bundan əlavə, Qdanskda iş tapmaq çətin də amma mümkünsüz deyil. Ən əsas nüanslardan biri bunu bayaq vurğulamadım. Az öncə vurğulamadım bunu. Polyak dili bilməyinizi istəyirlər arkadaşlar. Qdanskda polyak dili yəni. Çünki burada daha çox belə kənd kimi biraz qıraq yerdir deyə insanların çoxu ingiliscə danışa bilir. Bu heç. Sağ olsunlar danışa bilirlər. İndi mən artıq şey edirəm, tapıram ingiliscə danışan insanlar. Artıq mən də polyak dili öyrənməyə başlamışam. Ona görə ingiliscə çıxar qabağıma. Təzə gələndə mən burada ingiliscə danışan insan tapmırdım. İş yerləri polyakça istəyir. Məsələn, mən project manager kimi işləmək istəyirəm və yaxud procurementdə və yaxud chemist kimi, analist kimi və s. Çoxu deyir ki, polyak dilini bil ki, yəni istərsəmiz mühitdə hamı polyakça danışır axı. Ofis mühitində danışa biləsən və məsələn, procurement sektorunda mənim görüşmə eləyəcəyim, necə deyim, satın alma işlərini və s. eləyən şirkətlər, ofislər hamısı polyak olduğu üçün istərsəmiz polyakça danışa bilməliyəm. Ona görə qərar verdim ki, bu yay elə bu food sektorunda çalışa polyak dilini öyrənim. Çünki ciddən bu sektorda həm işçilərin çoxu rus və polyakdır. Ukrayn və polyak dərsində bütün günü mən rus və polyakca eşidirəm. Ona görə həqiqətən də qulağım daha belə öyrəşməyə başlayıb, özüm də danışıram polyakca bəzi sözləri və s. İndi gələn aydan da inşallah polyak dili kursuma rəsmi olaraq başlayacağam. Deyirəm ki, bu 3-4 ay ən azından polyak dili üzrə başlayım, inkişaf edeyim, B1 səviyyəsinə gəlim. Təbii ki, bu 3 aylıq kursda bəs eləməsə də özüm də hər gün vokabulary çalışmağa, kinolara baxmağa və s. özünüz cəhd eləsəz 3 aya sebrə belə gələ bilərsiniz. O ayrı məsələ. Nəysə, yəni deyirəm ki, ən azından polyak dilini çalışım və yenidən ofis işlərinə başvurum. Mən bu yola heç belə pis baxmıram, az öncə dediyim kimi. Yəni insan çətin vəziyyətdə də olur, yaxşı vəziyyətdə də olur. Bunu açıq-aydın danışmağımın səbəbi odur ki, mən Instagramda paylaşımlar eləyəndə insanlar elə bilir ki, mən bu dəqiqə super bir ofisdə oturub işimi tapmışam və s. O da ola bilər, olmaya da bilər, amma hələ ki elə deyil. Yəni əllərimi və s. yandırdıqlarımı göstərsəm. Hər gün bir yerimi cızıram, yandırıram, istərsəməz. Yəni mətbəxdə oluruq və s. Bu yorucudur və ilk günlər vəbşə yorucuydu. İnanırsınız, belim o qədər ağrıyırdı ki, yəni belə oturub insan ağlayası gəlir. Sonra deyirəm ki, özün seçdin. Bura gəlməyi özün seçdin. Yəni burada uğur qazanmağı, karyera yolunu irəliləməyi özün seçdin. Okay, belə yerdən başlaya bilərik, amma sıfırdan başlayıb yuxarı qalxmaq bəzən insana ciddən çox ləzzət eləyir. Çünki sonra yaxşı yerdə olanda insan deyir ki, hə, əziyyətimlə gəlmişəm bura. Bu sözü deyə bilmək vacibdir həqiqətən də. Yoxsa elə birdən-birə vəzifəyə keçmək, birdən-birə yaxşı yerə keçmək insana bir boşluq hiss edir. Yəni məndən azdan elə olur. Mən bir şeyi çox tez əldə edəndə bir boşluq hiss edirəm ki, niyə belə tez oldu? Nəysə, yəni sizə də bir motivasiya olsun, əgər Polşaya gəlirsinizsə, hələ də bu qərardasınızsa, çünki bu viza proseslərindən sonra 6-7 ay gözləyə bilmirsinizsə, sizə halaldır. Bunu gözləmirsinizsə, gəlib burada biraz iş prosesinin çətinliklərində də gözləyə bilərsiniz.
iş sərgiləri olur, onlara getməyə çalışacağam. Mən bir neçəsini qaçırtdım, amma çünki Varşavada olur çoxluqla. Qdanskda bir dəfə idi, o da gecikdim. Gecikmədim əslində, deyəsən işdəydim səhərsi gün ya da ki dərsdə idim. Belə bir şey vardı, ona görə gedə bilmirdim. Nəysə belə, hər birinizi öpürəm. İnşallah ki, siz də, mən də çox uğurlu olaram. Bu yolda birlikdə addımlayarıq. Bu gün food sektorundan başlayıram demişəmsə, aşağı səviyyədən başlayıram demişəmsə, inşallah növbəti videolarda sizə şad xəbər verərəm ki, çox qəşəng bir yerdən iş təklifi aldım və o prosesi danışaram. Nə suallarınız varsa kommentə yazın, əgər bilirəmsə cavablandıraram. Yəni belə, işləmək gözəldir arkadaşlar. Bəzən bezirəm amma